Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Mən Kənan Cəfərli, FES Akademinin coğrafiya üzrə təlimçisiyəm. Bu günləri sertifikasiya dəstək 10 sual izahı vermiş olacağam. Artıq sertifikasiyaya sayılı günlərimiz qaldı. Bir neçə gündən sonra sertifikasiya imtahanı olacaq və bu imtahanda hər birinizə uğurlar arzu edirəm. Bu 10 sual nisbətən orta səviyyəli suallardır. Görürəm şərhlərdə hər biriniz qeyd edirsiniz ki, ay müəllim suallar çox rahatdır, çox asandır. Birincisi müəllimlər sualları əslində siz bilirsiniz deyə sizin üçün asan gəlir, bu bir. İkincisi mən izah edirəm burada. Üçüncüsü də ki, sualları sertifikasiya tipli salırıq. Yəni sertifikasiya imtahanında ekstra çətin sualların olacağı gözlənilmir. Ona görə də rahat olun, arxayın olun. Bu tip suallara daha yaxşı, daha motivasiya ilə yanaşmış olun. Yəni burada sizin suallarınızı yaxşı yazmağınız o sizin savadınızdan irəli gələn bir prosesdir. O demək deyil ki, sualların hər biri çox asan, rahat bir şəkildədir. Yəni gözyumlu şəkildə yazmaq olar və s. Zaten onsuz da biz gördük ki, sertifikasiya imtahanında, sınav imtahanında da o suallar o tipdə olmuş oldu. Yəni konkret cavab tələb edən suallardır. Keçək sual izahlarımıza baxaq görək nə suallarımız var. Birinci suallarımız Qoruq və Milli Park onun yerləşdiyi inzibati rayondur. Qarayazı qoruğu bilirsiniz ki, Qazax rayonunda deyil, yanlış fikirdir bu. Qızılağac Lənkəran rayonundadır, doğru fikirdir. Qaragöl Laçın rayon ərazisindədir, doğru fikirdir. Pirqulu Şamaxıda da olmaz, İrkan Lənkəran olmaz, Bəsitçay Zəngilanda olacaq, doğrudur. 2, 3, 6 bizim doğru cavabımız olmuş olacaq. Sadə rahat suallardan biridir. Yəni ki, belə deyək də, yenə də deyirəm, əgər siz bunu bilirsinizsə, sizin üçün asan olacaq da. Mən bunu bilməyən üçün aparıb qarşısına qoysam, təbii ki, deyəcək çətindir. Mən nədir, bunu necə əzbər yadımda saxlayayım və s. Doğru uyğunluq istəyir, doğru yanlış cədvəldir. Doğruların altından doğruları, yanlışların altından yanlışları götürəcəyik. Qazaxıstan və Türkiyə keçid iqlim quşağında yerləşir, yanlış fikirdir. Qazaxıstan mülayim iqlim quşağındadır, Türkiyə subtropik, Türkiyə keçiddədir. Qalapaqos, Kalahari və Böyük Səhra iqlimi eyni iqlim quşağında yerləşirlər. Bəli, bunlar tropik iqlim quşağında yerləşmiş olacaqlar. 3 doğrudur. Böyük Qafqaz təbii vilayətində yarımsəhra və quruçöl iqlim tipi yayılıb. Bəli, Abşeron Qobustan ərazisində mövcuddur. Doğru fikirdir. Azərbaycanda yarımsəhra və quruçöl iqlimi yalnız hündürlüyü 5 metrə qədər olan ərazilərdə yayılıb. Bu yanlış fikirdir. Götürəcəksiniz. Çünki bilirsiniz ki, Naxçıvan ərazi boyu düzənliklərinin hündürlüyü daha yüksəkdir. Buxarlanan suyun miqdarı əraziyə düşən yağıntı miqdarından çox ola bilməz. Bu doğru fikirdir. Götürməyəcəksiniz. Tropiklərin quru səthində buxarlanma ilə buxarlanma qabiliyyəti arasında fərq böyükdür. Bu da doğru fikirdir. Çünki tropiklərin quru səthində buxarlanma qabiliyyəti böyükdür, amma buxarlanma aşağıdır deyə onlar arasında fərqimiz də çox olacaq. 2, 3, 5 bizim doğru cavabımız olmuş olacaq əziz müəllimlər. Növbəti sualımıza diqqət edirəm. Müvafiq olaraq Kaledon Hertzin, Mezozoy və Alp dağ əmələ gəlmə mərhələlərində yaranan dağlar hansılardır? Appalaç dağları Kaledon Hertzindədir. Kordilyer dağları Mezozoy dağ əmələ gəlmə mərhələsində ola bilər. Qafqazda Alp dağ əmələ gəlmə mərhələsində olacaq. A doğrudur. Böyük su arızı Kaledon Hertzində, amma Alp dağları Alp dağ əmələ gəlməsindədir. B yanlışdır ona görə. Ant dağları Kaledon Hertzində deyil, yanlışdır. Ural dağları Kaledon Hertzindir. Piriney Himalay olmaz, yanlış fikirdir. Atlas dağları da Kaledon Hertzin deyil, Alp dağ əmələ gəlmə mərhələsində mövcud olacaq Atlas dağları. Afrikanın şimal-qərb hissəsində cavan dağ sistemlərindən biridir və hündürlüyü 4165 metrdir. Xəzər dənizinə aid olan xüsusiyyətləri istəyir bizdən. Cənub hissələrində duzluluq şimal hissələrindən daha azdır. Yanlış fikirdir. Biz bilirik ki, Xəzər dənizinin cənub hissəsində duzluluq daha çox olmuş olacaq, amma şimal hissəsində daha az olmuş olacaq. Bir doğru fikir deyil, yanlış fikirdir. Dənizdə ekoloji problemlərin yaranmasının əsas səbəbi neftin çıxarılmasıdır. Bəli, neft çıxarılır və əsasən neftin suyun üzərlərinə hopması, yayılması nəticəsində burada ekoloji problemlər yaranacaq. Şimaldan cənuba doğru S formasında uzanan dənizdir. Bəli, həqiqətən də S formasında uzanan bir dəniz formasındadır. Ən böyük sahil xətti Azərbaycana yox, Qazaxıstana məxsusdur. Xəzri küləkləri zamanı dalğanın hündürlüyü 10-12 metrə çatır. Doğru fikirdir. Həqiqətən də xəzri küləkləri zamanı Xəzər dənizində dalğanın hündürlüyü 10-12 metrə çatacaq. Şimal hissəsində temperaturun və duzluğun yüksək olmasının səbəbi Volqa çayıdır. Ümumiyyətlə, şimal hissəsində nə temperatur yüksək deyil, nə də duzluq yüksək deyil müəllimlər. Ona görə 2, 3, 5 bizim doğru cavabımız olmuş olacaq. Cavab variantımız C variantıdır. Növbəti sualımıza diqqət edək. Colyarpaqlı həmişəyaşıl meşə və kolluqlar təbii zonasına aid xüsusiyyətləri istəyir. Bunu mütləq şəkildə öyrənin colyarpaqlı həmişəyaşıl meşə və kolluqları. Ya bundan, ya da aralıq dərzindən mütləq şəkildə sual düşəcək.
Qeyd olunub ki, bütün materiklərin cənubunda yayılıb yanlış fikirdir. Bəs Antarktida materiki hara getdi? Aqroiqlim ehtiyatları ilə zəngindir, bəli, aqroiqlim ehtiyatları var. Yalnız tropik işıqlanma quşağının daxilində yayılıb yanlış fikirdir, mülayimdə mövcuddur. Subtropik iqlim quşağında yayılıb doğru fikirdir. Sitrus meyvəsi inkişaf edib doğru fikirdir. Qazaxıstan, Avstraliya və Norveçdə yanlış fikirdir, olmayacaq. 2, 4, 5 bizim doğru cavabımız olmuş olacaq. 5-ci sualımızın doğru variantı B variantıdır. 5-ci saat quşağının şərq sərhəddi ilə 2-ci saat quşağının qərb sərhəddi arasında neçə dəqiqə zaman fərqi var? 5-ci saat quşağının şərq sərhəddi haradır? Biz neyəcəyik? 5-i vurmuş olacaq 15-ə. 70 olacaq nə qədər? 75 dərəcə. Düzdür, 75 şərq uzunluğu. 75-in üzərinə də 7,5 gəlsəm, 70 olacaq 5-dən 8. 7,5 deyirəm, 7,8 yazıram. 82,5. Hamısı yorğunluğun əlamətləridir. 82,5 şərq uzunluğu 5-ci saat quşağının şərq sərhəddi oldu. 2-ci saat quşağının qərb sərhəddini tapmaq üçün 2-ni vurdum 15-ə, 70 oldu 30. 30-dan da 7,5 çıxsıq, eləyəcək 22,5. Biri 22,5 şərq uzunluğudur, biri 82,5 şərq uzunluğudur. Aralarındakı dərəcə fərqini tapaq birinci. Çıxılsın 22,5, 0, 0, 6. 60 dərəcə fərq var. 60 dərəcəni dəqiqə çevirmək üçün nə edirik müəllimlər? 60 dərəcəni vururuq 4-ə. Nəyə görə vurdum? Çünki bir dərəcəmiz 4 dəqiqə. Eləcə 240 dəqiqə. D variantı doğru fikrimiz olmuş olacaq müəllimlər. Şimal yarımkürəsində 3 yarımkürədə yerləşən coğrafi obyektləri müəyyən eləyin. Baxın, İslandiya adası şimal yarımkürəsində yerləşir, amma 3 yarımkürədə yerləşmir. Vrangel adası bəli yerləşəcək 3 yarımkürədə, həm də şimal yarımkürəsidir. Yapon adası olmaz, Böyük Britaniya adası olar, Piriney yarımadası olar, Tasmaniya adası ümumiyyətlə cənub yarımkürəsindədir. 2, 3, 4 bizim doğru cavabımız olacaq. Yadıma düşmüşkən onu da qeyd edeyim. Müəllimlər keçən dəfəki sualda bir texniki səhvimiz gedib ki, Kanadanın şimal-şərqində antropogen relyef forması yayılıb. Konkret yanlış olan bir ifadədir. Yəni, Kanadanın şimal-şərqində antropogen relyef forması olmaz. Cənub-şərqində olar. Bəzən qınayırsınız, olur bəzən insan o qədər yorğun ola bilir və yaxud da ki, fikri yayına bilir. Yəni, yazdığımı edə bilirəm ki, həqiqətən düzdür, istər-istəməz o zaman bəzi problemlər yarana bilir. Yəni, o formada olduqda narahat olmayın. Hər birinə aydınlıq gətirirəm. Qeyd etmişəm də oradakı Kanadanın cənub-şərqi olacaq, yəni narahat olmayın. Orada cavab variantımız deyildi, amma Kanadanın cənub-şərqi olacaq o hissə. Çünki şimal-şərqində ümumiyyətlə bilirik də antropogen relyef forması olmaz. Uyğunluğu müəyyən eləyək, doğru-yanlış cədvəldir yenə. Deyir, Neogen dövrünün suxurları yalnız ceyrançol acınoxur düzündə yayılıb. Bu yanlış fikirdir. Qarşısına doğru verib deyə götürmürük. Piriney yarımadası və Apennin yarımadası eyni təbii zonada yerləşə bilər. Bu doğru fikirdir. Qarşısında doğru var deyə götürə bilirik. Burada col yarpaqlı həmişəyaşıl meşə və kolluqlar təbii zonası yayıla bilər. Tasmaniya adası və Madagaskar adası yalnız keçid iqlim qurşağında yerləşir. Yanlışdır. Tasmaniya adasında məsələn mülayim iqlim qurşağı yayılıb. Yanlışdır deyə götürürük. Qarşıda da yanlış yazıb. Braziliya və Hindistan inkişaf səviyyəsinə görə eynidir. Bu da doğru fikirdir. Doğru deyə götürürəm. Hər ikisi inkişaf etməkdə olan ölkədir. Qarabağ vulkanik yaylasında 4-cü dövr çökmə mənşəli yox, 4-cü dövr maqmatik mənşəli suxuru yayılıb. Bu doğru deyil, yanlışdır. 12-ci və 24-cü saat quşaqları 4 yarımkürədə yerləşir. Bu doğrudur, qarşısına yanlış yazıb deyə götürməyəcəm. 2, 3, 4 bizim doğru cavabımız olmuş olacaq. B variantı bizim doğru cavabımızdır. Növbəti sualımıza qeyd edək, diqqət edək, toplu sualdır. Ölkənin əhalisi 2016-cı ildə 3 milyon nəfər 200 min nəfərdir. 2021-ci ildə isə 3 milyon 296 min nəfər olmuşdur. Bu dövrdə orta illik artım neçə min nəfər olmuşdur? Gəlin çıxaq, 3 milyon 296 min. 3 milyon 296 min nəfər. Daha sonra isə 3 milyon 200 min nəfər. Aralarındakı fərqimiz nə qədər oldu? 96 min nəfər əhali artıb. 96 min nəfər 2016-cı ildən 2021-ci ilə qədər artıb. Yəni, ortada neçə il keçib? 5 il keçmişdir. Mən nə edəcəm? 96 min nəfəri böləcəm 5-ə. Ki, görüm, bu 5 il ərzində orta illik istəyir də bizdən. Orta illik artıb neçə min nəfər olub? Bir dəfə düşdü 5, 46. Bax, sizin prinsipə bu formada edəcəm. 9, 5-im 45. 1 çıxdıq buradan, 1 0 gətirdik bura 10, 2 dəfə, 2 dənə də 0 atdıq bura, 19.200 min, yəni 19,2 min də deyə bilərik,
deyə bilərik. B variantı bizim doğru cavabımız olacaq. 10 sualda Şirvan Salyan iqtisadi rayonunu Dağlıq Şirvan iqtisadi rayonundan fərqləndirən əlamətlər. Deyir, Abşeron xızı və Mərkəzi Aran iqtisadi rayonlarla həmsərhəddir. Dağlıq Şirvan da həmsərhəddir də. Ona görə bu oxşar fərqləndirən əlamət olmaz. Ərazisində palçıq vulkanları var. Yanlış fikirdir. Fərqləndirən əlamət deyil. Kənd əhalinin payı hər ikisində öz üstündür. Fərqləndirən əlamət deyil. Qışı quraq keçən soyuq iqlim tipində dağ, qara torpaqlar inkişaf etmişdir. Şirvan Salyan iqtisadi rayonunda qışı quraq keçən soyuq iqlim yayılmayıb. Yanlış fikirdir. Neft kimya sənayesi mövcuddur. Bəli, burada əsasən bilirsiniz ki, yodlu bromlu su yataqları var. Ona görə də neft kimya sənayesi də inkişaf edib eyni zamanda kimya sənayesi də əlavə olaraq inkişaf edib. Doğru cavabımız Y variantı olmuş olacaq əziz müəllimlər. İmtihana az qalıb, həyəcanlanmayın, rahat olun. Yəni, ürək açıqlığı ilə, rahatçılıqla gedin imtihana. İmtihanı da ağaraq, az qaldı. Bugün 6-cı gün, bazar, 1, 2, 3, 5-ci gün, artıq 4-cü gün, bundan sonra 5-ci gün artıq imtihanımız olacaq. 17 iyun 19:00-da canlımız var mütləq şəkildə, ona da baxırsınız. Neyinirik canlıda? Böyük bir şəkildə sualların izahını verəcəm. Yəni, sualları, mövzu izahının suallarını da verəcəm. Məsələn, mövzulardan quizlərdə izah etmiş olacaq. Ümumi qarışıq suallarımız olacaq. Ona görə mütləq şəkildə onların hər birinə müəllimlər diqqət eləyin. Mütləq və mütləq şəkildə. Belə müəllimlər, inşallah hər birinizi canlıda gözləyirəm. Gəlin orada mənə dəstək olun, tıklayın, şir atın. Canlı da nə ara? Heç nə, sağ olun. Gələn videolarımızda görüşmək ümidi ilə. İnşallah gələrəm yenə də videolarla qarşınıza. Sertifikasiya imtahanı olandan sonra düşünməyin ki, artıq Kənan müəllim yoxdur, Kənan müəllimlə artıq vidalaşdıq. Xeyr, imtahandan da sonra hər birinizə dəstək olmağa çalışacağım. İstər mənəvi, motivasiya baxımından, istərsə də sual izahları baxımından həmişə yanınızdayam, narahat olmayın. İmtahanı verdiniz, 51+ bal yığdınız. Yenə də dayanmayın, yenə də coğrafiya sizindir, bizlərindir. Biz ölkə üzrə bu fənnimizi inkişaf etdirməliyik. Ona görə hər birinizdən böyük şəkildə dəstək gözləyirik. Bir daha hər birinizə uğurlar arzu edirəm. Gələn videolarımızda görüşmək ümidi ilə. Sağ olun.